Biz iki bacıyıq. Bu evdə iki bacı yaşayırıq. Bu 333 manat pensiya alır. Mən də 376 manat maaş alıram. Necə yaşayırsınız? Çox çətinliklə. Ət alanda yağ ala bilmirik, yağ alanda ət ala bilmirik. İnsult keçirtmişəm. Qolum, əlim, ayağım işləmir. Bacım yazığı 370 manatla nağaysın, 315 manat, 30 manatla nağa dedim mən alıram. Heç nəyə getmir. Heç nə. İkimizə bir dənə qızımız var. Ailəlidir. Mənə görə ailəsi əlindən gedir. Yoldaşı gəlir dalıca. Bizi qoyub hara getsin? Camaat yağış yağanda bizə köməyə gəlir. O da ona görə narazılıq var. İndi mənim özümə baxmağa adam lazımdır. İstəyərdim ki, qurumlardan kimi verirlər versinlər, bir nəfər adam baxıcı gəlsin. Evi su bastı. Mən şəkər xəstəsi idim. Qaçdım ora, qaçdım bura. Bilmirəm ayağım harasa dəydi, ya nəsə batdı, xəbərim olmadı. Su dizdən idi. Başa düşə bilmədim. Ondan 2-3 gün sonra ayağım qaraldı. Həkim deyir ki, surosunu kəsməliyəm ki, o burslara keçməsin. Həm evi dolandırıram, həm xəstə bacıma baxıram, həm indi özüm belə olmuşam. Hələ bilmirəm ki, işləyə biləcəm, bilməyəcəm. 63 yaşın içindəyəm. Nə olar məni pensiya eləsinlər? Divarlar suyun içində qapqaradır. Gene bəlkə 5 daşı qalxsın yuxarı. Biraz bizə köməkliyorlar ki, sudan, palçıqdan bir metrə, 5 daş 1 metrə deməkdir də, 1 metrə yuxarı qalxaq. Nə olar, bizə də köməklik eləyin. Bizim bu da xəstəliyimizlə əlaqədar maddi çox ehtiyacımız var.